İndi bu torta bir dənə hekayə uyduracam, amma real əsasında olan bir hekayədir. Bu hekayəni qulaq asan bacılarım deyəcəklər ki, əzəmət. Sən nəsən? Dəlisən də, yəni daşıdın da yenə yaramızı. Bu arada deyim ki, bu son zamanlarda trendə düşən bir tortlardan biridir. Yəni yeni yaş köhnə yaşı bıçaqlayıb deşik-deşik eləyir. Burada 20 yaş, 19 yaşı deşik-deşik eləyir. Amma bunu reala çevirsək, bax belə bir hekayə deyə bilərəm ki, bu bıçaqlı olan bir arvaddır, bıçaqlananda bir kişidir, əridir. Təsəvvür edin ki, qətl baş verir, jurnalistlər, polislər hamısı tökülüb gəlir. Arvaddan müstəntiq dapros eləyir ki, bəs nə oldu, ərini niyə bıçaqladın? Arvad da deyir ki, O ona ər demək, birincisi ağzını yaxala. İkinci məsələdə ki, görmürsən nə deyir ma? Evə gəlir, 3 uşağa baxıram, yemək bişirmişəm, evi yığışdırmışam, yorulmuşam. Deyir ki, nə tərsən deyirəm yorulmuşam. Deyir ki, nə hayımsan ki, yorulmusan? Nə eşşək adamsan sən? Beynimə qansız maddə vardı. Sağı götürdüm, 6 yerdən deşdim bunu. Hələ hirsim yenə də soymur. Yoldaş müstəntiq, mən bunu 600 dəfə deşsəm belə mənim hirsim soymayacaqdı bu insana qarşı. Yəni mən eşşək kimi evdə 24 saat işləyirəm. Axırda gəlib mənə dediyi sözə bax. Nə hayımsan ki, yorulmusan? Canı vazlar qarmışam. Anan gəlib yemək bişirib, anan gəlib uşaqlara baxan zırt. Sən anan da öyle, anakondadır birbaşa. Başa düşdün? Yoldaş müstəntiqdir. Aramızda belə yüngül var məsələdə bir. Anlaşılmamazlıq oldu, mən də deşdim. Yaxşı da elədim, zor da elədim, əcəb də elədim. bu hekayə əlbəttə ki, uydurmadır, amma bilirəm ki, hər bir bacımın bu sözü eşidəndə etmək istədiyi bir şeydir. Can ay bacılar, can. Allah sizin köməyiniz olsun. Allah sizi var eləsin. Nə yaxşı ki, varsınız.